Bunların daxil edilmiş şəxs əməlindən peşmandır və o üzrə mühakimə hərcənin məzmunu ilə razılaşmasam da, hər bir halda mənim riskləri var. İlk məhkum olduğu hörmətli məhkəmə əməlindən peşmandır. Sözlər ibarət bir şeydir. Ancaq əməldə, onun əməlində həmin o faktları təsdiq edir. Evet. Məhkəməniz nasıl? Rahatsızsınız? Razı şeylərdə. Qərar məhkəməsi başqa söz. Əsaslı cavab məktubunu müdafiəsi müşahə oyunun iştirakıyla əskəri bəhruf ədəmənə olan Azərbaycan Respublikası Nəzərəsinin 28-214.2-277 və 28-277-278 maddelərlə təqsirləndirilməsi ərzədən kimi açıq məhkəmə iclasına baxaraq məhkəmə hökmləri bəhruf ədəmənə olan Azərbaycan Respublikası Nəzərəsinin 28-277 maddəsilə 10 ildən azadlıqdan məhkəmənin cəzası 28-278 maddəsinə 10 ildən azadlıqdan məhkəmənin cəzası təyin edilir. Azərbaycan Respublikası Məcəlləsinin 66.3-cü maddəsi əsasən təyin cəzaları qismən toplama qulluğuna, əskeri bəhruf ədəmənə qəti olaraq 15 il müddətinə azadlıqdan məhkəmənin cəzası təyin edilsin. Ona təyin edilmiş cəzanın bir il cəzası müəssisəsinin çəksin cəzası müddətinə əvvəl tutulduğu ortalıqda 2020 tarixində saxlansın. Barəsində seçimin həbs qəti dəyişdirilən saxlanıcı ekspertiz çıxartılmış prokurorluğuna məhkəmə keçirilsin. Cinayət işi materialında olan maddi sübut cinayət işi materialında saxlanılsın. Hökm elan olunan bəhruf əskər olacaq hökm sürəti verilən 20 gün müddətinə Bakı Azərbaycan Məhkəməsinin apellyasiya Məhkəməsi apellyasiya şərtinin prosesində hökmdə apellyasiya dərəcəsi şərt və protest verilməkdə həmin müddətin məhkəmə saxladığı vaxtdan sonra hökm qanunu hakim və məhkəmə iclası